verir və bir tərəfdən də dediyimiz kimi İran ətrafına, həmçinin Ərəb körfəzinə, Hörmüz körfəzinə ciddi şəkildə Amerika Birləşmiş Ştatları öz hərbi gəmilərini, təyyarələrini daşıyır. Yəni, bu onu göstərir ki, İrana qarşı hərbi hazırlıq var. O planı Donald Trump təsdiq edib. Sadəcə olaraq onu əmr vermək lazımdır. Mən düşünürəm ki, əgər İran tərəfi kapitulyasiya, Donald Trump kapitulyasiya istəyir İrandan. İran tərəfdə ideoloji rejimdir. Bunlar məhv olacaqlar. Bunlar Amerika ilə kapitulyasiya sənədini imza atmayacaqlar. Çünki onların, baxın, generalları ölür, açıq ölümə gedirlər, özlərini qorumurlar. İdeoloji sistemdir, onların təməli belə qurulub. Amma ehtiyat sistemləri də pis deyil. Bəli, kifayət qədər balistik raketləri, PUA-ları nəinki raketlər, hətta namizədlər, yəni ABD, SC planları var. Çünki onlar gözləyirdilər İsrailin, Amerikanın hücumu. Ona görə generalitet bir sistem formalaşdırılmış, dediyim kimi ABCD planları vardı. Sadəcə olaraq İranın burada kəşfiyyatı, ettalat, sebat çox ciddi zəif işləyib. Həmçinin Türkiyədə, Səudiyyə Ərəbistanında İrana xəbərdarlıq edib 2 gün bundan əvvəl İsrail hücum edəcək. Sanki onlar bir qədər hesab ediblər ki, İsrail əvvəl kimi bir neçə bomba atıb gedəcək. Bunu gözləmirdilər. Həmçinin İranın Sepah, bilirsiniz, orada təhlükəsizliyə ən çox Sepah cavabdehdir və uzun müddətdə İsrail Sepah daxilinə ciddi şəkildə onları əməkdaşlığa cəlb edir. Çünki 2 il bundan əvvəl Sepahın sentiqramı yayılmışdır. Yüksək rütbəli vəzifələri ali dini rəhbər Xamneyinin iştirakı ilə orada qeyd edilir ki, Sepah üzvləri az maaş alır, xidmət çətindir, ailələrini həftələrlə görmürlər, bunların maaşını qaldırmaq lazımdır. Yəni göründüyü kimi Sepahın hərbiçiləri, onların zabitlərinin maaşları az və daha çox onların müəyyən nöqsanların olması nöqsanlar olub. Bu şəkildə özünü biruzə verdi. Mossad ondan istifadə edib Sepahın üzvlərini pul müqabilində ələ alıblar. Həmçinin ehtitalardan, ona görə də İranı daxildən vurdular. Əslində Əraqçı da qeyd edir ki, Amerika Birləşmiş Ştatları prezidenti Donald Trump istəsə, bir telefon danışığında İsraili İrana hücumu dayandırmağa razı sala bilər. Bu, bütün bunlara son qoymaq üçün Vaşinqtondan Tel-Əvivə zəng etmək lazımdır. Amerika Birləşmiş Ştatları niyə bunu eləmir? Bilirsiniz, əgər Amerika Birləşmiş Ştatlarının icazəsi olmadan İsrail heç bir yerə bomba ata bilməz, artilleriya ata bilməz. Və Amerika Birləşmiş Ştatları məhz icazə verib İsrail İrana qarşı ciddi şəkildə belə cəzalandırılmaq hərbi əməliyyatları keçirir. Çünki 6-cı raund gedəndə Donald Trump gördü ki, Fars diplomatiyası, İran diplomatiyası Trump'ı manipulyasiya edir. Həqiqətən də bu aparılan 5 raund sadəcə olaraq İran tərəfi manipulyasiya edir. Çünki İranın uzun əsrlər formalaşmış bir manipulyasiya diplomatiyası var. Onlar elə ki, ötən əsrin 50-ci illərdə Stalini aldatmışdı onların baş naziri. Yəni bunlar hesab edirdi ki, Amerika Birləşmiş Ştatlarını belə danışıqlarını aldatacaqlar, vaxt uzadacaqlar və nüvənin zənginləşdirilməsini daha da artıracaqlar.